sonra sizlerle birlikte hayatta ve vlog çekeceğim. O zaman başlayalım. Dostlar bir türlü ben 60 abonesiye çata bilmirəm ki sizə vloglar çəkim atım YouTube'a və 53 abonesim inşallah bu videonu qoyanda mən sevinərək baxa bilərəm ki 60 abonesi olduğumu hər kəs bilsin və bilməsini də istəyərəm. Kimsə mənə abunə olursa hani mən onlara sevinclə təbrik çox sağ olun deyirəm. Kim mənə abunədirsə yoruma yazsın ki mən də onlara ürək qoyum və ürək sözlərini yazacağım və onlar çox sağ bir şey filan yazacağım. Dostlar, bugün həyətimizdə sizə belə göstərdim, çox da göstərməyəcəm. Həyətimizdə göstərdim sizə belə qısaca. Burada belə ağ üzümdür, qara üzümdür, bilmirəm dostlar. Bu ağ üzüm oxşuyur dostlar, ağ üzümdür hə bu. Ağ üzümdür, belə görsəniz topa yığılıb ağ üzümdür bu. Ama orada qara üzümümüz də var. Onu da göstərdim. Burada çoxdur dostlar. Aşıb daşır yəni. Sonra burada belə bir güllərimiz var. Bilmirəm bu nalədir, yeməli. Tabii ki də bilmir. Burada da pilot var. Bu da bizim evimizdir. Belə qısasını göstərəcəm. Və burada belə bir qəşəng güllümüz var. Dostlar bu ən çox qəşəng güldür və bizim evimizin qabağına qoyulub. Belə yuxarıya çıxır. Xəzəkamız demişdik. Top yuxarıya çıxır. Ona görə burada bir yolumuz var. Bu da gül açır qəşəng. Bu da açır dostlar. Burada yıçan nalələrimiz var. Burada limon ağacımız var. Tabii ki limon olsun diye süslenme getirmişti ve o yoktu. Kırılıp. Sonra buranı göstereyim. Bu da şaftalıdır. Bu şaftalıdır. Bu da almadır. Hiçbirinin üstünde hiçbir şey bitmeyip. Yani yoktu. Bu tikenlidir. Ticaret kimi olanlardandır. Bu palim ağacına oxşuyur. Daha doğrusu palim ağacıdır. Palim ağacına oxşuyur deyərkən burası oxşamır da. Baxın bu nədir ki? Buralar hər bir dənə oxşuyur. Ancaq bunu tam bilmədim. Nədirsə qırılıb. Özü eləməyib. Yəqin ki deyirəm. Burası qırılmışdı. Xəzəkamız da onu qırdı. Atdız deyə bilər. Çünki nəyə lazım idi ki? Baxın. Dostlar, belə burada gülümüz var. Bunun adını bilmirəm. Belə yekçi uzanır, bobotda olur. Bobotda olur və üstündə yekçi gül açır. Bu, elə bunun eynisi. Göstərməyimə ehtiyac yox idi. Bu tükənlidir və burada balaca güllər çıxır. Göstərdim. Burada belə bir qəşəng gülümüz var. Burada kartof alsaydı. Kartof deyəsən dostlar. Kartof budur. Mən bilirəm, elə bilirəm. Deyəsən kartof budur. Yox, deyəsən budur. Budur dostlar kartof. Ve dostlar burada da bir tane güllerimiz var. Bunu göstermeme ihtiyaç yoktu zaten olub. Burada karelyok ağacımız var ve üstünde 4-5 tane getirmişti ve indi yoktu. Daha şiddetli külək əsmişdi. Geçen bir neçə həftə öncə və olar ki o tükülmüşdü, yox idi. Və belə bir güllərimiz var. Burada solub. Nələ ki dostlar biz bunun kırmızı rengidir də ucunu gösterdim. Bakın bir tane de burada böyle gülümüz var. Şey açıp burada da gülümüz vardı. Bu kimsə qırıb bilmirəm ancaq kim qırıb. Burada da görürsünüz ucunda çok iyi güllər açır və bundan tez açılmışdım. Dostlar burada belə bir gülümüz var. Belə. Dostlar hər bir tapdım. O tərəf bir damız göstərdim. Bir daha gösterdim bəsdir. O da ayak yolu filandı, daha da göstermeye ihtiyaç yoktu. Ve burada böyle bir şey mağazanı istediğim kimi burada böyle bir şeylerimiz, kızıl güllerimiz var. Tabii işte bu da böyle hayatımızın görüşü ve şöyle gidelim. Kimler var, kimler yok. Yoktu dostlar, bakın ben gösterdim. Hava küləklidir diye hiç kim yoktu. Girerek içeri. Kombinimizi size göstereceğim hemen. Kombinimi göstermek için bir yer bilmirəm. Sadece göstereceğim. Bu tarafa getirəm. Gösterdim. Belə oldum. Dayandırdım çünkü lazım idi. Belə kombinimdir. İndi buradan belə göstereceğim ve yenimi göstereceğim dostlar. Bir de belə bir tapışkalar giymişim zaten. Bilirdiniz bunu. Görmüsünüz bilmirəm. Həyətdə giyinirəm bunu. Sonra çıxmaq geyim paltarımda çoxdur. Dostlar, heç çöl vlogu gəlmir. İstəmirəm çöl vlogu falan. Bəlkə piknikə getmək istəyirəm. Piknikə getsəm, orada bir vlog çəkərəm inşallah. Telefonu niyə belə oldu? Tabii soracaq.
Dostlar belə bir corablar giymişəm, ağ corablar və bu üstülü küləkli havada və mən bu ağ corabı giyindiyim qətiyyən 2 günə toz olacaq. Çox da çölə çıxan deyiləm, çox da çölə getmək istəmirəm. Neysə ki, həyətdəyəm. Çölə çıxaram bir həftədən, yox, bir həftədə 2 gün çıxıram. 2 gün çıxıram və dostlar. Söyledim çünki məni çağırdılar. Belə bir şort giymişəm. Qısa, belə pəmbəli şort. Üstümdə belə bir, üstümdə də belə bir kofta giymişəm. Göstərdim. Belə dostlar. İndi sizlərlə biraz ip atlamaq istəyirəm. İp atlamamı götürüm. Gəlirəm dostlar. Hər şey yerdə girdi, həmən gəlirəm. Düzəldim buraları. Hər şey düşdü. Sonra şipilka düşüyor. Paltar asmaq üçün şipilkalarımız şak yerə düşdü. Üzümü göstərməyəcəm. Belə bir yerə qoyacağım ki, üzüm görsənməsin. Sadəcə ayaq tərəfim görsənsin. Ona görə belə qoydum. Aha, belə qoydum dostlar. Bunu açacağım. Belə bir şey açıram. Dostlar, biləcək. Buraya gəlib mən sanırlar. Biraz batıracağım. Bilmem, görəcəksiniz, görməyəcəksiniz. Bilmirəm. İşte qabağa gəldim. Orada saxlayacağım. Telefon var deyə. Saçımın işir. Dostlar, bu qədər eləyəcəm çünki Allah istəyir. Ay, çıxmır saçıma. Ben şuradan. Dostlar, bunu çox eləmək istəmirəm. Sevmirəm. İp atlamağı almışamsa da yani sevmirəm. Yerine koyun gəlirəm. Neyse dostlar, bugünkü videomuzu belə kanalıma like edib abunə olmayı unutmayın. Sağ olun.